Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, bir neçə gün öncə Qaradağ rayonu ərazisində Otman Bozdağ palçıq vulkanında alovlanma ilə müşahidə olunan vulkan püskürməsi qeydə alındı və hazırda son məlumatlara görə aktivlik dayanıb. Amma bu vulkan püskürməsi ən son 2018-ci ildə qeydə alınıb, 23 sentyabrda. Yəni 7 il sonra yenidən aktivliyin qeydə alınması isə, alovlanma ilə müşahidə olunması isə bir qədər maraq doğurur. İndiki məqamda bu coğrafi baxımdan bölgəmiz üçün nə vəd eləyir və eyni zamanda bu baş verməsinin səbəbləri nələrdir? Daha detallı təfərrüatlı informasiyanı elə qonağın Coğrafiya İnstitutunun Landşaftsşünaslıq şöbəsinin müdiri Mirnuh İsmayılovdan alacaq. Xoş gördük Mirnuh bəy, təfərrüatları buyurun sizdən eşidək. Ümumiyyətlə qeyd olunan palçıq vulkanı özünün püskürməsinə görə, yaratdığı relyef formasına görə orijinaldır, unikaldır. Yəni digərlərindən müəyyən qədər fərq edir. Bu fərq də odur ki, doğrudan da indi o aktivliyi demək olan olmaz ki, yoxdur, aktivdir, fəaldır. Lakin vulkanlarda belə bir xüsusiyyət var ki, aktivliyini saxlamaqla dövrü olaraq güclü şəkildə püskürmələr müşahidə edilir. Bəzən bunlar alovla olur, bəzən alovsuz olur. O qalıb yer qabığının üst səthə yaxın hissələrində toplanan qazla bağlıdır və o da sürətlə səthə çıxanda sürtünmədən alışma verir. Bu yanma xüsusiyyəti olan metandır və s. Belə bu tipli qazlardır ki, bunlarla müşahidə edilir. Vulkanın ən böyük səthə çıxartdığı material breksiyadır. Həmin breksiya sonradan sönür, ətraf mühitlə təmasa düşür atmosferlə və yaratdığı yeni yer səthinə çıxartdığı breksiya üçün breksiya ilə bizim üçün maraqlıdır. Yəni bu breksiya nə zaman ətraf mühitlə adaptasiya olunacaq, nə zaman buna uyğunlaşacaq. Bax, bu məsələlər maraqlıdır. Çünki yerin təkindən gələn material kifayət qədər yenidir. Onda hələ həyat izləri yoxdur. O səthdə olan landşaftla uyğunlaşmalıdır. Özünü bərpa eləməlidir. Məsələn, bundan ötürü biz köhnə breksiyaları öyrənirik. O breksiyalarda həyat izləri necə inkişaf edir? Bax, bu məsələlərə fikir veririk. O cəhətdən Otman vulkanı olduqca maraqlıdır. Yəni, onun yaratdığı relyef nisbətən konus şəkilli olsa da, yastı konus şəkilli bir relyef əmələ gətirib, həmin relyefin yaranması bilavasitə bu vulkanın fəallığını göstərir. Neçə illərdir bu vulkan fəaldır və ara sıra dövrü olaraq yüksək təzyiqlə yer səthinə material çıxarda bilir. Bu da onun xarakteridir. Bu vəziyyət digər vulkanlarda belə deyil. Hərəsinin öz həyatı var. Əslində vulkan özü də bir ekosistem yaradıb orada. Öz həyatını yaşayır. Bəs Mirnuh bəy, bundan sonraki periodda Azərbaycana daha güclü vulkan püskürmələrinin qeydə alınması müşahidə oluna bilərmi? Bilirsiniz, vulkanların püskürməsinin nə vaxtı baş verəcək və yaxud da ki, onun gələcəkdə daha güclü püskürmə verəcəyini biraz belə şeyləri proqnozlaşdırmaq çətindir. Düzdür, elmin əlində mümkündür. Amma bundan ötürü o qədər maya qoymalısan, oradan monitoring aparmalısan, bunlara dəymir. Üstəlik də o vulkan elə bir dəhşətli ətraf mühit üçün təhlükə yaratmır. Sadəcə olaraq yer səthinə çıxır. Bilirsiniz ki, Otman Bozdağın yanında kifayət qədər infrastrukturlar var və onun səthindən bundan əvvəl də tədrici axınlar olub və o daimi davam eləyib və bunun elə bir təhlükə hissi yoxdur. Təşəkkür edirəm. Çox sağ olun informasiyaları tamaşaçılarımızla və bizlə paylaşdığınız üçün. Bir də xatırladım ki, Otman Bozdağ palçıq vulkanında püskürmə qeydə alınıb və ən son burada püskürmə 2018-ci ildə olub. 7 il sonra isə alovlanma ilə müşahidə olunan bu püskürmə artıq baş verdi və indiki məqamda da sabitlik hüküm sürür. Çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə, məlumatları bizə ötürdüyün üçün və bu müstəvidə insanları düşündürən suallara aydınlıq gətirdiyin üçün. İndi